Sərxan müəllim, qışda inəklərin südü niyə azalır? Bunlara bir neçə amilləri saymaq olar. Qışda heyvanlar az hərəkət olduğuna üçün, yaşıl kütlədən az istifadə etdiyi üçün azalır və tövlənin soyuq olması təsir göstərdikdə heyvanın südü azalır. Məlum olduğu kimi, yayda heyvan yaşıl kütlədən istifadə etdiyi üçün süd artımı olur və hərəkət intensivliyi, hərəkət çox olduqda artırır. Və onu da qeyd etmək istəyirəm ki, qışda hava soyuğluğu təsir göstərdikdə damarlar sıxılır və qan dövranı azaldıqca südə təsir göstərir. Yayda isə heyvanlar çox hərəkəti olduğuna, qan dövranı yüksək və sürətli hərəkət etdiyinə süd artımı olur. Qışda fermerlərimizə məsləhət görərdim ki, qışda tövləni isti saxlamağına diqqət yetirsinlər, suyun ilıq olmasına, soyuq olmamaq şərti ilə suyun isti olmasına diqqət yetirsinlər və havalandırma sisteminə də düzgün riayət edilsin ki, heyvanlar yaya qədər olmasa da qışda süd artımına gətirib çıxara bilsinlər.